Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbət xəbərimizə. Aparıcı Zaur canlı yayım zamanı siqaretlə bağlı açıqlaması ilə diqqət çəkib. O, bir ay olar siqareti tərk etmişəm sözlərini səsləndirərək bu vərdişdən uzaqlaşdığını bildirib. Zaurun səmimi etirafı izləyicilərin marağına səbəb olub və sosial şəbəkələrdə müzakirə olunmağa başlayıb. Həmin görüntüləri təqdim edirik. Xeyr, siqaret çəkmirəm. Artıq bir ay, 5-6 gündür, bir ay, bir həftədir ki, çəkmirəm. Əlbəttə, insan o adamlarla səmimi olar ki, o insanlar ona dəysin. Dəyərsiz, artıq bilirsiniz, bəlli yaşa gəlib çatandan sonra insan fikirləşirsən ki, danışığına da heyfin gəlir, vaxtına heyfin gəlir, sən artıq əlavə enerji xərcləyib kimlərəsə vaxt həsr etmək istəmirsən, çünki istəyirsən ki, dəymir, çox qocalmısınız. Nə ola bilər? Çox doğru. Yorulursan artıq, çünki o qədər etibarlı, etibarsız insanlarla rastlaşırsan, fikirlərsən ki, nə mənası var bəstidə. Hamı qocar da, vallah da. Yox, elə bu həmişə yaşıl qalacaq, axı, cin kimi lampanın içində qalacaq. Kimsə gəlib sürtəcək, çıxacaq içindən. 3 dənə də arzunu yerinə yetirir, sonra təzdən dürtüləcək içinə. Var olun hər zaman. Gəncədən salamlar. Ay Birat. Hə, mübarizə apardım, dayandırdım, siqareti artıq atmışam, çəkmirəm və hər kəsə də bilirsiniz, insan fiziki onu hiss eləyəndə, ağrılarını hiss eləyəndə artıq hiss eləyirsən ki, bu sənin həyatına, canına, hər şeyinə mənfi təsir göstərir. Bir var eşidirsən, bir də var hiss eləyirsən onu. Məsələn, mən özümdə hiss elədim ki, bu mənə ağır təsir göstərir, ağrıdır, incidir məni. Ona görə də imtina elədim. Yəni, və oturdum, fikirləşdim ki, bu mənə incidirsə. Məsələn, çəkməmişdən qabaq görürəm gümraham, yaxşıyam. Çəkəndən sonra göz gedir, baş gedir, əsəb gedir. Yeməkdən sonra çəkirsən, mədədə bir problemlər qalxır, ağrıdır, incidir səni və fikirləşdim ki, bir şey ümumiyyətlə mən həyatımda məni incidən, mənə toxunan hər şeyi və hər kəsi çıxartmışam.